Həkim, məndə ananın dili ilə əlaqədar bir problem var idi. Deməli, dilinin altında belə deyək də, damarlar, qara damarlar var. Bir də dil padriyat olaraq ağızda yanır da, belə yanğı kimi göynəmələr olur. Ananın dilinin üstünde çatlar var mı? Yarılmalar var. Dilinin üstündə yox, elə də çatlar yoxdur, amma dilinin altında belə deyək də, qara elə bir necə damar kimi şeylər var. Ha, dilinin üstünde de yanma var. Bəli, dilində də yanma var, yanır diliyə. Dilinin üstünde sarılık olmur ki. He. Sarılık olmur ki dilinin üstünde. Yox, həkim, sarılıq yox. Dilinde acılık olmur ki. Acılıq olur. Acılık olur. Onda öt kisəsinin diskineziyası deyilən bir diagnoz var. Öt kisəsi birdən spontan verir, gələndə və o dilin üstündə o yanğını verə bilir. Onun üçün nə etməli? Yəni əlaqəli bir şey deyil. Bəli, o nə etməlidir? Bir uzu eləyib cavabını mən atsanız çox razı qalaram və təşəkkür edirəm bəri başdan. Bir də götürürsünüz bir xörək qaşığı doşab, tut bəhməzi, eyni şeydir. Onu stəkana atırsınız, üzərinə isti su atırsınız və bir limonun şirəsini sıxırsınız, onu qəbul edir, sağ böyür üstə uzanır, isti qrelka qoyur. Öt kisəsini boşaldacaq və xeyli dərəcədə fərq hiss eləyəcəksiniz. Çox sağ olun, sağlığınıza görə.